Bu günləri Göyçay rayonu Yuxarı Qaraməryəm kəndinin 1-ci Qarabağ Vətən Müharibəsinin şəhidi Qəribov Gündüz Ramiz oğlunun cənnətdəki mövlidi qeyd olunur. Ağdam rayonunda şəhid olmuş tarix yazan qəhrəman oğullarımızdan biri də Gündüz Qəribov Ramiz oğlunun məzarı önündə cənnətdəki artmayan mövlidi qeyd olundu. Şəhidimizin ailəsinə və yaxınlarına səbir və dözüm diləyirik. Şəhidimizə Allahdan rəhmət diləyirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah bütün şəhid ailələrinə səbir və dözüm diləyir. Nifrete çevrildi bakışlarınız, kanlı şekillerde nakışlarınız, güllere gərq oldu baştaşlarınız, namuslu gayretli nakam şehitler. Dünyanı heyrete salar oldunuz, azatlık yolunda yanar oldunuz, göçü yüreklerinde kalan oldunuz. Unutmak olar mıdır sizi şehitler? Dünyanı heyrete salar oldunuz, azatlık yolunda yanar oldunuz, göçü yüreklerinde kalan oldunuz. O torpağa orada şəhid nəfəsi var, qan qarışmış o palçıqda sönmüş şəhid həvəsi var. Qurban olum yavaş gəzin o dağlarda, o daşlarda, qaraşallı bir ananın dağlar boyda yarası var. Qurban olum ana torpaq, bərk qucaqla sən balanı, güllə dəymiş şəhidimin evdə körpə balası var. Torpaqlarımızın, Ərəfli kəndimizin qəhrəman şəhidlərindən olan Gündüz Ramiz oğlu Qəribovun doğum günüdür. Yaşasaydı 49 yaşı tamam olurdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O şəxslər ki, öz canlarını bu torpağa qurban veriblər, fəda ediblər. Özlər gedib torpaqda yatıblar, amma bu torpaqdan ötü, bu torpağı yaşatmaqdan ötü öz canlarını qurban veriblər. Bizim hər birimizin borcumuzdur ki, bu insanların hər il həm şəhadət günlərində, həm doğum günlərində iştirak eləyək, onların ruhları qarşısında təzim eləyək. Allah'tan bütün şəhidlərimizə rəhmət edirik. Allah yerləri inşallah behişt eləsin ki, behiştdir. Allah ailələrine səbir versin. Bu tədbirdə iştirak edənlərin hər birine təşəkkürümüzü bildiririk. Xüsusən şəhidin ailə üzvlərinə, yaxınlarına Allah'tan səbir edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri inşallah behişt olsun. Yenə də deyirik, şəhidlərimiz bizim milli qürur yerimizdir. Şəhidlər bizim milli qeyrətimizdir. Onlar bu torpaqları yaşasın deyə özlərini qurban veriblər və onların bu qurbanını ki Allah qəbul edib öz can qurbanlarını inşallah bizim də bir vətəndaş olaraq hər birimizin borcudur ki bu kimi tədbirləri yüksək təntənə ilə inşallah qeyd edək. Allah şəhidlərimizə rəhmət etsin. Amin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Sizi şehitləyə unutmaq olar mı sizi şehitləyə? Allahu Ekber'le dövüşe girdiniz. Dövüşte mertliğinizi gösterdiniz. Siz bu vətən yolunda can